Əziz izləyicilər, hər birinizi salamlayırıq. Bugün valideyn saatında danışacağıq nədən? İstedadlı uşaqlardan və onlarda gizli bacarıqların erkən kəşfindən. Çox vaxt istedad deyəndə gözümüzün önünə Einstein, Mozart, Picasso kimi dahilər gəlir. Sanki istedad yalnız çox böyük, möhtəşəm nəticələrin adıdır. Amma uşaqlıq dövründə istedad dahi olmaq deyil, kiçik davranışların içində gizlənmiş böyük potensialdır. Bugünkü qonağımız Məsmə xanım Hacıyeva, psixopedaqoqdur. Xoş gəlmisiniz Məsmə xanım. Xoş gördük Samirə xanım. Rəsməm də bizimlədir. Xoş gördük, amma mən sizdən razı deyiləm Samirə xanım. İstedad dedikdə təəssüf olsun ki, Azərbaycan cəmiyyətində son bir 30-50 ildir ancaq çalıb oxumaq ağla gəlir və biz istedad dedikdə ancaq incəsənət sahəsindəki bacarıqları düşünürük və hamı da elə qəbul edir. Amma təəssüf ki, biz alimlərimizi belə deyim də belə deyim, araşdırma ilə, tədqiqatla elmlə məşğul olan insanları biz istedad kimi görmürük. Biz onları bir növ düşünürük ki, onlar oxusalar olacaq, amma əksinə bəzən də baxırıq ki, o uşaqlara hansı ki məcburi onları alim eləmişik, amma əslində onlar alim olmalı deyilmiş, elə incəsənət adamı olsaymış daha yaxşı olarmış. Yəni onda gəlin qonağımıza da sual verək. Əslində istedad nədir? Əslində hər uşaq bir xəzinədir və o xəzinəni açmaq, onu kəşf etmək birinci ailədən, daha sonra bağçadan və ardınca məktəblə davam eləyir. Hansı ki, hər şey ailədə başlayır, valideynlərin uşağı müşahidə etməsi ilə, onu kəşf etməyə çalışması ilə, onu tanımağa çalışması ilə. Bugün hər hansısa bir valideynə sual versək ki, övladını nə qədər tanıyırsan, artıq dayanacaq. Çünki onu tanımaq üçün o zamanı ayırmırlar və əsl istedad sizin dediyiniz kimi bugünkü gündə ancaq bu uşağın musiqi bacarığı var, bu uşağın rəqs bacarığı var, oxuya bilir, bəli, oxuyur, oynayır. Əslində o deyil. Bir uşağın özgüvənli olması, bir uşağın idarə etməyi bacarması, bir uşağın sosial olmağı, ünsiyyət qura bilməsi, özünü ifadə edə bilməsi, bunlar hamısı bacarıqdır. Və bunlar bugünkü gündə əslində hər bir uşaqda olmalı olan ən əsas bacarıqlardır ki, onları tapıb ortaya çıxarmaq lazımdır. Əslində də var da hər uşaqda var. Yəni hər uşaq doğulanda yəni indi bunu belə deyək də bunu yaradılışla da bağlaya bilərik. Bunu elmlə də bağlaya bilərik ki, yəni bunu belə deyim də mənəvi tərəfinə dinlə də bağlama olar. Elmi də bunu əsaslandırma olar ki, yəni bütün insanlar doğulanda onlar müəyyən bir psixonevrolojidən asılı olaraq, biolojidən asılı olaraq, yaxud da tutaq ki, kimsə də bunu deyir, Allah vericisidir. Bir nə ilənsə bir şeylə doğulur. Sadəcə biz onu görə bilmirik. Yəni biz başa düşə bilmirik ki, bu uşaqda nə var. Və o nə var dediyimiz şey bizə yad olduğuna görə, biz başa düşmədiyimizə görə başlayırıq o deyirik ki, bu belə deyim də hamıya qarşıdır da. Yəni bu ümumi bütün uşaqlardan fərqlidir bu. Bu yaxşı bir şey deyil. Biz bunu gəlin bütün uşaqlar kimi eləyək. Və düşürük o uşağın üstünə. Yəni uşaq məsələn əgər doğrudan da məsələn bu adam bu uşaq ünsiyyətçildirsə, bu uşaq maraq göstərirsə hər şeyə, yəni biz bu marağı öldürməyə çalışırıq. Niyə? Çünki maraq imkan vermir uşaq məsələn oturub riyaziyyatla məşğul olsun da məsəl üçün. O məsələn yarpağın necə yaşıl olub, necə solmasını, saralmasını, sonra necə onun yerə düşməsi o uşaq üçün daha maraqlıdır. Nəinki hansısa riyazi məsələ. Amma biz nə deyirik? Biz deyirik ki, yox, bu uşaq riyaziyyatdan mütləq şəkildə olmalıdır. Yəni əla qiymət almalıdır. Niyə də niyə? Bunun o istiqamətdə bir bacarığı yoxdur axı. Yəni amma məsələn tutaq ki, hansısa uşağında doğrudan da riyazi bacarığı var. Onu da başqa istiqamətdə məsələn
humanitar sahəndə mütləq bu uşaq yaxşı da şeir deməlidir. Biz çox vaxt nə edirik? Uşağın hansı fəndən zəif tərəfi varsa, zəif tərəfinə fokuslanırıq və onu gücləndirməyə çalışırıq. Müəllimlər tuturuq ki, Əslində güclü tərəfini gücləndirməliyik ki, xaricdə təkcə təhsil sistemində elədir. Bir uşaq misal üçün Azərbaycan dilindən daha yaxşı oxuyursa, ədəbiyyatı daha yaxşı oxuyursa, uşağın o sahəsini daha yaxşı gücləndirirlər ki, gələcəkdə getdiyi bir sahə olsun, özünü tapa bilsin. Çünki onun görürlər ki, marağı oradır, istəyi onadır. Amma bizdə hə bu yaxşıdır. Siz demiş, bu tərəf zəifdirsə gedək zəifədə və uşağın enerjisi bölünür. Niyə? Çünki bütün uşaqlar əlaçı olmalıdır. Bir xalqın uşağı var, bir müqayisə var. Qonşunun uşağından dala qala bilmərik. Hamı universitetə girməlidir, hamı ali təhsil almalıdır. Bəlkə bu uşağın başqa bacarığı var. Bəlkə bu uşaq çox gözəl rəssamdır. Bəlkə bu uşaq çox gözəl aşpaz olacaq və yaxud da başqa bir sənətə yiyələnib onu daha gözəl bir şəkildə icra eləyə biləcək. Niyə məcbur eləyirik? Çünki övladlarımızı tanımırıq. Bu biraz da bu bizim qiymətləndirmə sistemimizlə də ola bilsin əlaqəlidir. Sovet sistemindəki qiymətləndirmə bildiyiniz kimi 5 qiymətləndirirdi də. Yəni məsələn 0 yox idi da orada. Yəni 2, 3, 4, 5 var idi və heç kim bilmirdi ki, bu 2-dən aşağı almaq olarmı? Yəni 0 almaq olarmı? 0-ı nə zaman alırsan? Yəni 2 nə idi bəs? Yəni 3 nə idi bəs? Məsələn el dilində deyək kafi, qeyri-kafi, yaxşı, əla. Bütün hamı üçün hədəf yaxşı və əla idi. Amma heç kim fikirləşmirdi ki, bu kafi də deyilən bir şey var da, bəlkə bu 3 doğrudan da yaxşı bir şeydir. Yəni bəlkə kiminsə istedadı yoxdursa, məsələn o sahə üçündə, məsələn tutaq ki, riyaziyyat üçün mənim istedadım yoxdursa, mən məsələn tutaq ki də deyək ki sözəl insanam, yəni daha çox humanitar sahəyəm, amma məni məcbur edirdilər ki, sən 3 alma. Mən 3 almamaq üçün, mən elə bir ki, yəni 3 almamaq üçün 4 almalıyam, yaxşı almalıyam. Onun da kriteriyaları başqadır və nəticədə mən məcbur qalıb 4 riyaziyyat da yaxşı oxuyurdum və nə ondan olurdum, nə bundan olurdum. Yəni dolayısıyla məsələn bu günləri qərbə baxırıq biz. Məsələn qərbdəki qiymətləndirmə sisteminə baxırıq da görürük ki, məsələn 100 ballıq sistem verdilər. Yəni 3-ü məsələn çevirirsən ki, məsələn 3 nədir 100 balda? Baxsan ki, 3-ün 100 ballıq sistemdəki o şkala o qədər genişdir ki, adam utanmır da, yəni o şkalaya düşməyə də. Məsələn 51, məsələn 81 arasında sən bal alsan, yəni utanmırsan da. Amma bir də var 3 alırsan. Yəni bütün məktəb səndən danışır ki, filankəs 3 alır. Yəni etiket vuruldu üstünə və sən oldun pis uşaq da. Yəni gəlin belə eləyək. Valideynlərə də kömək məqsədli proqramımızda gəlin bağça dönəminə qədər valideyn istedadı necə görüb yönləndirməlidir? Bağçada bir pedaqoqun rolu nədən ibarətdir? Bir ondan danışaq ki, kömək də olaq izləyicilərə. Buyurun Məsmə xanım. Ümumiyyətlə uşaqlarda bu inkişafı ortaya çıxartmaqda, onların istedadlarını, gizli bacarıqlarını ortaya çıxartmaq mərhələsi 3 hissəyə bölünür. 0-2 yaş mərhələsi, 2-4 yaş mərhələsi və 4-6 yaş mərhələsi ki, 0-2 yaş uşağın duyusal mərhələsidir. Toxunmaqla hər şeyi kəşf etmək mərhələsidir. Toxunmaqla onu hiss eləyir, motor bacarıqları inkişaf eləyir. Bir növ artıq o mərhələdə uşaq hər şeyi kəşf etməyə çalışır. Ayağa addımı atdığı zaman artıq istəyir hər yerə getsin, hər yerdən nəyisə tutsun, dartsın, tapsın, vursun, sındırsın. Yəni hər şeydə kəşf eləməyə çalışan bir mərhələdir ki, bizim valideynlər ən çox nə edir bu mərhələdə? Yıxılar, qoruyur. Nəsə olar, bəli, qoruyucu bir çəmbərə alırlar, uşaq birdən yıxılar, birdən nəsə olar. Tamam, qorumaq yaxşı bir şeydir. Keçən dəfə yaş yarımlıq bağçada bir Yaponiyada uşaq, ona tapşırıq verirlər ki, get öz əşyalarını yığ çantana, evə getmək vaxtıdır. Yaş yarımlıq uşaqdan danışıram və o gedir əşyalarını bir da özünün tapır çantasına və başlayır hər şeyi ona doldurmağa və altından görürəm yorumlarda bütün bizimkilər hamısı yazıb ki, afərin, heç bizim uşaqlar. Amma mən o an nə düşündüm? Bəli, bizim uşaqlar da bunu gözəl bacarır və mən bağçalarda görürəm. Sadəcə biz buna icazə veririkmi? Biz şərait yaradırıqmı ki, uşaq sərbəst özü getsin, öz əşyasını tanısın. Ana qorxar ki, nəsə yadından çıxar, səhv eləməyə qoy. Sonra deyər
əgər bağçaya niyə ödəniş edirəm? Özəl bağçadırsa əgər bu deyir ki, onun əvəzinə müəllimi eləsin, dayəsi eləsin. Heç uşağın öz ayaqqabılarını bağlamağının səbirləri yoxdur. İstəyirlər ki, bunu müəllimə etsin onun üçün. Yəni biz şərait yaradırıq mı? İcazəni vermirlər. Adi uşaq deməyək də ki, balacanı qoyaq qırağa. Məktəbə gedən uşaqların belə bir də görürük ki, valideynləri daşıyır çantalarını. Niyə? Axı uşaq öz məsuliyyətini götürməyi bacarmalı. Tamam, çanta ağır ola bilər. Yəni biz də özümüz daşımışıq və yaxud da bir başqaları da özü daşıyır. Yəni bir uşaq özü ən azından öz çantasını daşımalıdır. Mən övladıma, məktəbli övladıma çantası ağır olduğu üçün elə tövsiyə vermişəm ki, sən hər şeyi niyə çantana doldurursan? Sən bax gör, bu gün dərsdə sənə nə lazımdır? Prioritet etməyi də öyrən. Bəzi əşyalarını həftəlik məktəbdə saxlamağı da öyrən. Yəni o zaman alternativ yollar da öyrətməliyik uşaqlarımıza. Elə ağırdır mən daşıyım. Çıxış yolunu uşaq tapmalıdır. Biz günlər uşağa elə yanaşırıq. Sonra elə 40 yaşına qədər də bütün atalar, analar rəhmətə gedənə qədər uşaqlarına uşaq kimi yanaşırlar. Ona görə də Azərbaycanın əksər kişiləri böyümür. Fikir verirsiniz, hamısı yeniyetmə qalır. Çünki həmişə gözləyirlər ki, onlara nəzarət eləyən var, onlara səhvlərini izləyən var, deyən var. Yəni ona görə də qorxurlar, nəyisə də səhv eləməkdən qorxurlar. Mən bunu bir dəfə demişəm. Əslində imkan vermək lazım ki, elə uşaq vaxtı səhv eləsin. Çünki uşaq vaxtı olan səhvin təsirləri azdır. Yəni o səhvin nəticələrini tez aradan qaldırmaq. Amma böyük adamın 30 yaşındakı insanı səhv eləyəndə onun həyatı məhv ola bilər də. Yəni indi eyni məsələ. İndi siz danışırsınız, baxıram. Okey, bir uşaq istedadından doğulur. Məsəl üçün də bu uşaq maraq duyğusu çoxdur buna. Hər şeyə maraq göstərir. Biz onun valideynə görə deyəcəksə, onu izolyasiya eləyəcəksə hər şeydən, o uşağın maraq duyğusu öləcək. Elə 2 yaşdan sonra, 3 yaşdan sonra uşaq elə müti olacaq, heç nəyə maraq göstərməyəcək. Sonra da elə deyəcək ki, bu uşaq niyə belə oldu? Yəni deyəcək ki, getdi dayısına oxşadı. Onda 2 yaşına O qədər. uşağı eləyən də elə valideynlərdir, evdəkilərdir. Yəni başqa kənar heç kəs deyil. 2 yaşa qədər, bəli, 2 yaş yarımdan sonra bağçaya getməlidir. Uşaq sosiallaşmalıdır. Bizdə bağçaya əvvəllər sadəcə bir dayə sistemi kimi baxırdılar ki, uşaq getsin, yatsın, yeməyi yesin, qutardı, bir rejimdədir. Və düşünürdülər ki, işləyən analara ancaq aiddir. Amma belə həmişə də deyil. qaynanaların sözü var da, işləmirsən, Otur uşağına bax. Uşağa bax. Bağçaya nə işi var uşağın? O zaman 2 yaşına kimi valideynlər evin içində təhlükə yaratmayan, belə deyək də, təhlükə yarada bilən əşyanı kənarlaşdırır və tam nəzarətdə uşağı nəzarət edir ki, o evdəki hər şeyi toxuna bilsin, kəşf edə bilsin. Bəli, məsələ Montessori ondadır. metodikasından istifadə etməlidirlər. Ya biz bütün oyuncaqları alırıq ən bahalı və Tökürük hamısını uşaqların tökürük və qabağına, uşaq da sonra da biraz maraq da oynayır maraq. itir. Sonra uşaq qazanla oynamağa başlayanda deyirlər ki, niyə bu mətbəxə girir, niyə? Yəni çünki uşaq kəşf etməyə İndi məsələ ondadır da, bax kəşf edir, yəni istedad var. Onun üçün əsas istedadı inkişafı üçün əsas faktorlardan biri də mühitdir, mühit. Yəni hər yaş dönəminin bir bacarığı varsa, o inkişaf eləməz, onun üçün mühit olmalıdır. Əgər valideyn, indi biz valideyn nə etməlidir? Valideyn evində uşaq üçün təhlükəsiz mühit yaratmalıdır. Bu təhlükəsiz mühit nədir? Təmizlik vəsaitləri uşağın əli çatan yerdə olmalı deyil. Dərmanlar uşağın əli çatan yerdə olmalı deyil. Aşa biləcək şeylər bərkidilməlidir divarlara. Yəni buna heç bir valideyn fikir vermir. Məsələn, bütün uşaqlara biz daxil hündürdə yerləşən əşyalar maraqlıdır. Biz ora çıxmaq istəyirik. Yəni xüsusən də kinestetik intellekti yüksək olan uşaqlar, yəni hərəkətli uşaqlar çalışırlar ki, çıxsın və bütün uşaqlara da xoşdur ki, çıxsın şkafın üstündəki nəyisə götürsün. Bəli. Yəni sən əgər şkafı bərkitməmisənsə divara, yəni sən yəni onun çıxmağının qarşısını alırsansa, onda heç bir o kinestetik intellekt inkişaf eləməyəcək. Orada da qaldı. Hansı ki istedadı vardı. Bəlkə onun dalınca getsəydi ən yaxşı idmançı olacaqdı. Amma sən onu qoymadın deyə elə orada da qaldı. Biz uşaqları buraxmalı olduğumuz mərhələdə tutub saxlayırıq. Daha sonra buraxdıqda, o yanımızda qaldıqda deyirik ki, bu uşaq niyə belədir? Niyə məsələn sosiallaşmır, niyə özünə qapanıqdır, niyə ünsiyyət qurmur, niyə aktiv deyil, niyə başqaları kimi deyil və başlayırıq o niyələri sorğulamağa və yenə uşağın üzərinə düşməyə. Amma heç vaxt dönüb geriyə baxmırıq ki,
mən harda səhv etdim ki, bu uşaq belə oldu. Bu evdəki mühitdən danışdıq. İndi gələk bağçadakı mühitə. Yəni bağçada uşağı istedadını kəşf edəcək hansı mühit lazımdır? Orada adətən bunu artıq müəllim eləməlidir və Aha. müəllimin ən gözəl müşahidə etmək bacarığı olmalıdır. Bir müəllim müşahidə etməyi bacarırsa, hər uşaqdakı kəşfi zaten görəcək ki, o qrupa daxil olan kimi aktiv uşaq da seçilir, sosial olan uşaq da seçilir, hər bir cəhətdən idarə edən uşaqlar da seçilir, sual verən uşaqlar da seçilir, maraqlanan uşaqlar da seçilir. Bəli. Bəzən bir yanlış da olur ki, bəzi uşaqlar seçici xarakterdə olurlar. Onlar çəkilirlər kənarda, hələ adaptasiya olmağa çalışırlar, o rahatlığı tapmağa çalışırlar və bəzən bu uşaqlar gözdən kənarda qalır. Əslində o uşaqları gözdən kənarda saxlamaq deyil də, onları da adaptasiya etməyə çalışmaq lazımdır. Bəzən bir oyuncağı götürüb gedib onun yanına getmək lazım. Mühit məsələn necə qurulur? Otağın şəraiti ilə olmalıdır ki, uşaqlar orada sərbəst şəkildə hərəkət edə bilsinlər. Bəli. Şkaflar uşaqların boy səviyyəsinə uyğun şəkildə qurulmalıdır ki, məsələn uşaq istədiyi bir vəsaitli oyuncaqdır, getsin, götürsün, gəlsin, baxsın, tanısın, sonrasında aparsın, yerinə qoysun. Bir ardıcıllıq öyrədilməlidir, o sərbəstlik verilməlidir. Bayaq Montessori metodikası dedim ki, hansı ki xaricdəki Çin təhsil sisteminə getsə elə orada elədir. Bizdə o deyil, bizdə də bir qaydalar var. Masada oturmalısınız. Ancaq orada oynayırsınız, səs salmırsınız, falan oyuncağa toxunmursunuz. Mən praktikada olduğum dövrdə onu görmüşəm çünki. Onu niyə eləyiblər? Onu da müəllimlər eləyir. Yəni ibtidai sinifə gələndə nazirimiz də dedi ki, Azərbaycanda hal-hazırda ən problemli hissə ibtidai sinifdir. İbtidai sinif həll olunmadan digərləri zaten həll olunmur. Mən də deyirəm ki, ən problemli məsələ məktəbə qədərdir. Çünki məktəbə qədər məhz ibtidai sinif üçün təməldir. Bəli, başlanğıc ordadır. Əgər sən ibtidai sinifdə başlayırsansa məsələyə, artıq sənə hazır material gəlib. Yəni sən uşaq gəlib sənə. Sən bundan dəyərlər formalaşıb, vərdişlər formalaşıb. Sən bunu ibtidai sinifdə dəyişə bilməzsən. Niyə dəyişə bilməzsən? İbtidai sinif müəllimi çünki şeydir, yəni pedaqoqdur. Daha çox belə deyim də müəllimdir. O uşağı qoyacaq partaya, ona partanın üstündə nəsə elətdirəcək. Yəni baxın, ibtidai sinif partada baş verir. Bağça xalçada baş verir. Polda, döşəmədə baş verir. Yerdə oynayaraq baş verir. Yəni sən uşaq əgər formalaşıbsa burada, belə deyim də bacarıqlar vərdişlər, sən onu partanın üstünə qaldırıb orada nəyisə dəyişdirə bilməzsən. Yəni və bu da sonra indi görürük. Məsələn indi ona görə deyirəm müəllimlər niyə ona maraq göstərir? Uşaqlar otursun, özləri üçün asan da olsun. Yəni indi məktəbə qədər məsələn siniflər var da, məktəbə hazırlıq sinifləri. Məsələn məktəbə hazırlıq siniflərinə fikir verin. Yəni 5-6 yaşlı uşaqlarda hansı ki inkişafın sonuncu mərhələsi tamamlanmayıb da hələ. Əslində orada tamamlanmalıdır. Amma o uşaqları artıq partaya qaldırıblar. İnkişafın axırıncı mərhələsi, tamamlama mərhələsi partaya qaldırıblar və ona hərf öyrədirlər, kitab oxutdururlar, riyaziyyat məsələləri eləyirlər. Oyun hissəsi getdi, sosiallaşma tamamlanmadı, özünü tanıma hissəsi tamamlanmadı. Uşaq yarımçıq qaldı. Yəni əgər bağçaya getmişdisə belə, onun o bağçadakı şeyi dönəmi tamamlanmadı. Həm emosional dönəmi də tamamlanır o zaman. 6 yaşına qədər uşaq həyatının 90% tamamlanır hər variantda. Geridə qalan bütün 10%imiz 6 yaşdan sonra əhatə edir. Çünki bizim şəxsiyyətimizin əsas təməli də o mərhələdə qoyulur. Bizim idrak proseslərimiz də, davranışımız da, hər bir şey 6 yaşa qədər tamamlanır və bəli, sizin dediyiniz o sonuncu mərhələni biz artıq sırf ancaq 2 saat müddətində məktəbə qədər hazırlıqla part arxasında keçirək. Orada artıq uşaq 1-ci sinifə gedəndə demək olar ki, eyni şeylər yenidən olur və uşağın oxumağa marağı olmur. Niyə? Çünki artıq bunu bilir. Bağçaların məktəbə qədər hazırlıq qruplarında isə şərait tam fərqli olur. Bəli. Orada daha rahat. Demir bağça yaşında istedadı biz belə düşündük ki, müzakirə etdik ki, həm müəllimin müşahidəsi, həm oyun zamanı, yəni mühit oyundur. Həm də Samira xanım, orada bir məsələni qeyd etmək istəyirəm. Siz də bağçalarda tətbiq edirsiniz. Gardnerin intellekt, çox növlü intellekt deyir bir hissə belə tərcümə ediblər. Yəni ondan qabaq məsələn Gardnerdən qabaq düşünürdülər ki, intellektin 2 növü var. Texniki, humanitar, bir də sosiala bölürdülər və 3 deyirdilər. Bundan kifayətlənirdilər və biz gördüyümüz kimi biz də məktəbdə təhsil alanda bizə də deyirdilər ki, ya texniki
sahəsən, sən ya humanitar sahəsəndə. Hə, indi Gardner bir şey açdı. Yəni bir sahə açdı, cığır açdı. Dedi ki, yox, insanlar, uşaqlar ümumiyyətlə intellektləri 8 istiqamətlidir. Yəni onlar tək hər şeyi 2-3 istiqamətdə qavramırlar. Yəni onlar 8 istiqamətli qavrayırlar. Məsələn, onlardan biri nədir? Deyir ki, kinestetik qavramadır. Yəni intellekt. Yəni deyir ki, insan bir şey öyrənmək üçün hərəkət eləməlidir. Məsələn, o kinestetik intellektə sahib insanlar hərəkət eləmədən, oturaraq, düz duraraq bir şey öyrənə bilmirlər. Onlar nəsə öyrənmək üçün mütləq hərəkət etməlidirlər. Toxunmalıdırlar bir şeyə. Yəni yaxud məsələn orada audio intellekt var. Məsələn onlar eşitmə onlarda güclüdür. Yəni onlar bir şeyi eşitmirlərsə, ancaq göstərsən o başa düşmür. O eşitməlidir. Sən onu izah eləməlisən. Yaxud bir hissə var ki, vizualdır. O görməlidir. Sən nə qədər danışsan da o görmürsə bir şeyi, o onu qavraya bilmir. Və yaxud da təbiətlə əlaqəli intellekt var ki, təbiətlə iç-içə olmalıdır. Təbiətdə onun alternativini göstərməlisən. Yəni dolayısıyla uşaqlar bizə gələndə əslində o 8 intellektə gəlirlər. Yəni bağçaya gələndə 8 intellekt sahəsinə gəlir. Müəllimin sadəcə orada tərbiyəçinin, pedaqoqun rolu ondan ibarətdir ki, o 8 intellektə görə bilsin. Yəni görə bilsin ki, bu uşaqda nə var? Məsələn 2 şeyi görə bilməsin də, məsələn 8 şeyi görə bilsin. Məsələn biz görmək istəsin. Hə, görmək istəsin. O həvəsi olsun. Bu da ayrı bir mövzudur. Marağı olsun. Gəlin belə eləyək. Nömrələrimizi təkrarlayaq. Bəlkə valideynlərin də bizə sualı var ki, uşaq vaxtı gizli bacarıqları necə üzə çıxartmaqla bağlı suallarınız varsa bizə yönləndirə bilərsiniz. WhatsApp nömrəmiz 099 1925. Tak, bağça mühitindən düşünürəm ki, yetərli məlumat danışdıq ki, bu oyun mühitidir, sərbəst fəaliyyətdir, müəllimin müşahidəsidir, rəsmən dediyi kimi hansı intellekt növünə aid olmağını ayırd edə bilən müəllimlərin varlığıdır, musiqi, ritm, rəsm, hərəkət mühiti, yəni bağçada mühit çox şaxəlidir. Orada məsələ onda Montessori'də, Emilia'da, Waldorf'da, fəal təlim metodlarında, hal-hazırda Head Start'da bunların hamısı ona Singapur kurikulumunda, Finlandiya kurikulumunda bunlar hamısı ona istiqamətlənib ki, sən mühit yaradırsan, uşağı o mühitin içinə salırsan, o uşaq o mühitin içərisində öz marağına uyğun şeylərlə qarşılaşır, yəni sahələrlə, biz ona güşələr deyirik bağçada, o güşələrlə rastlaşır və o güşələrdə artıq necə fəaliyyət göstərir, biri var müəllim istiqamətləndirir, fəaliyyət göstərir, biri var özü fəaliyyət göstərir, biri müəllim sual verir, birində müəllim təlimat verir, yəni orada artıq metodika müəllimin necə olmağından asılı olaraq dəyişir, amma hamısında gözü mühit, nədir mühit? Fərqli mühit yarat. Güşələr olsun. Orada riyaziyyat güşəsi olsun, məntiq güşəsi olsun, rollu oyun güşəsi olsun. Yəni bu güşələr ondan ötəri ki, o uşağın potensialı önə çıxsın. Biz görək ki, o uşaq nəyə bacarır? Yəni məsələn növbətçilik güşəsi var da bağçada. Məsələn, adama sual verir, mənim uşağım niyə növbətçi olub gedib stol üstü silməlidir? Yəni o ondan deyil, o uşaq özünə xidmət bacarıqları əldə edir də. Yəni o bacarığı, o istedadı ortaya çıxır. Yəni gəlin məktəbə gələk. İcazə vermirlər deyə. Artıq bağçada onu eləyəndə gəlir valideyn və yaxud da nənə-baba deyir ki, mənim uşağım burada niyə iş görür? Niyə bu uşaq nə isə etməlidir? Axı mən o evdə ona heç nə elətdirmirəm. Məsələ budur. Sadəcə baxmırlar ki, bu da bir tərbiyə sistemidir, bu da bir öyrətmə metodikasıdır. Və valideynlərin yaşadığı mühitdə maarifsiz olmaqları ən böyük problemlərdən biridir ki, bəzi valideynlərimiz həqiqətən də bu sahə üzrə maarifsizdirlər. Sadəcə uşağın əlinə evdə telefon verilir, uşaq yalnızca ekran asıllığı ilə böyüyür və düşünürlər ki, oradan o uşaq hər şeyi öyrənir. Bu isə belə deyil. Əksinə, orada uşaq kilitlənir, beyin başlayır qurumağa. Dünya Səhiyyə Təşkilatı 2 yaşa qədər qoymur uşaqlar ekrana baxsın. Əvvəl bu yaş kateqoriyası 4 idi, sonra 12 idi, indi isə artıq 2-yə endirilib. Yəni 2 yaşa qədər bu uşaq 0 ekran olmalıdır ki, o inkişaf getsin ki, bayaq dediyimiz qədər duyusal inkişaf getməlidir. Uşaq toxunmalıdır. O sizin dediyiniz hərəkətli uşaqlar. Bizdə bir rahatlıq var da, birbaşa fərqli olan uşağa bir diaqnoz qoyuruq və deyirik ki, bu uşaq problemlidir.
Statistika ilə baxsaq, İndi hərəkətli, hiperaktivlik, İndi rahat ad tapmışıq hiperaktiv əslində uşaqlarla. 6 yaşa qədər biz heç bir uşağa hiperaktiv diaqnozu qoya bilmərik. Hiperaktivlik diaqnozu kiçik məktəb yaşı dövründə mütəxəssis həkim tərəfindən qoyulmalıdır. Yəni heç bunu müəllim, pedaqoq, psixoloq belə qoya bilməz. Bunu həkim tərəfindən qoyulmalıdır və ona uyğun şəkildə həqiqətən də uşaqda hiperaktivlik varsa, onun üzərində zamanında işlənilməlidir. Çünki 6 yaşa qədər uşağın oynamaq dövrüdür, kəşf etmək dövrüdür. İbtidai sinif mərhələsi də elədir. Uşaqlar məktəbdən niyə qaçırlar? Niyə uzaqlaşırlar? Çünki heç nə yoxdur məktəbdə. Bəli, gələn kimi də evə deyirlər dərs oxu. Məktəbdən də çıxır uşaq həyətdə biraz durur, deyir ki, maman hanı, niyə gəlib səni aparmır, niyə durmursan burada? Ha biz yadımdadır, biz məktəbdə çıxırdıq, məktəbin həyətində bir saatda oynayırdıq, ondan sonra gedirdik evə. Evə yığışmırdıq. Amma indi bizim məktəbdən qovurlar. Yəni açıq deyək də, indi mən razıyam, məktəbdə o şərait də yoxdur, təhlükəsizlik və s. Məktəb direktorunu dindirsən, o da deyəcək ki, mən qorxuram, burada uşağın başına nəsə gələ bilər. Amma okey, onda nəsə bir çarə tapaq, uşaqlar məktəbdən yəni uzaqlaşmasınlar da. Yəni çünki məktəb uşaq üçün ən yaxşı yer zaten məktəbdir. O küçə yaxşı deyil, nə bilim, yəni başqa yer yoxdur. Ən yaxşısı məktəbdir. Amma biz də məktəbdən çalışırıq ki, uşaq tez getsin. Bəs indi ibtidai sinifdə bu baxın istedadı niyə? Yəni məsələn indi bir trend olmağa başlayıb son 5 ildir deyək. Olimpiyadalar, imtahanlar, mənşəyi məlum olmayan olimpiyadalar deyəcəm mən ona. Çünki yəni sırf biznes məqsədilə yaranmış olimpiyadalardır. Bizim vaxtımızda da var idi. Var, yox, bizim vaxtımızda olanlar ancaq dövlətin keçirdikləri idi. Amma indi özəl müəssisələr keçirdir və bunu başqa beynəlxalq adlarla bəzəyirlər. Valideynlər də bir növ aldanırlar da. Bu yaxşı, bu olimpiyadaların, bu imtahanların, müsabiqələrin istedadın ortaya çıxmasına nə kimi töhfəsi var? Yəni nə kimi xeyri var, nə kimi zərəri var? Olimpiyadalar sadəcə bizdəki zəka ilə əlaqəlidir. Bizim biliyimizi ölçür. Yəni biz bu sahə üzrə nə qədər bilikliyik. Məsələn, məntiq olimpiyadası keçirirlər, fənlər üzrə olimpiyadalar olur. Tamam, bu uşağın sadəcə həmin fən üzrə nə qədər bilikli olduğunun göstəricisidir. Bu uşağın digər heç bir nə sosiallığı olsun, nə aktivliyi olsun, bunların heç birinin göstəricisi deyil. Sadəcə zəka tərəfidir. Və biz ondan kifayətlənirik. Çünki bizə o lazımdır. Uşaq oxusun. Əgər uşağın özünün həqiqətən marağı varsa və uşaq olimpiyadada özünü sınamaq, problemi həll etmək, o da bir belə deyək də bir stres anıdır. O stres anında necə özünü davranmaq üçün qatılırsa nə gözəl. Amma bu müqayisə üçün sırf atanın egosunu, mənim övladım olimpiyadada iştirak edir. Yəni bu mövzuya biraz çox şəxəli baxmaq lazımdır. O kiçik orada bir səhəd var ki, yəni o nətər onu keçməsin də. Məsələn, valideyn necə bilsin ki, məsələn, doğrudan da bu uşağı buna həqiqətən bu istiqamətdə, riyaziyyat istiqamətində məsələn, tutaq ki, istedadı varmı, yoxsa yox. Yəni biz nə edirik də indi? Uşağı hazırlaşdırıb olimpiyada yaparıq. Yəni əgər uşaq hazırlaşıb boş vaxtlarında da riyazi məsələləri həll etməyə marağı varsa, özü bunu yönəlib araşdırırsa, valideynin zorla, gücü ilə müəllim yanında deyilsə, bu zaten bəlli olur. Yəni mən bir uşaq tanıyıram, rayonda yaşayırlar və onun Bakıdan gələnlərdən tək istədiyi belə deyək də müxtəlif riyazi həlli olan bir kitabçalar, testlər istəyir. Uşaq özü bunu istəyir. Və atasının orada kiçik bir kafesi var. Onun yanında oturaraq boş vaxtlarında ona kömək olur. O heç biraz da deyir kafeyə müştəri gəlməyəndə boş olanda mən həmin testləri həll edirəm. Hə, bu artıq istedaddır. Bu artıq maraqdır. Marağı varsa bunu göstərir. Daxildən gəlir. Bəli. Və ya məsəl üçün mən uşaq tanıyıram, o da rayonda yaşayan, şahmata marağı var. Yəni özü o qutunu istəyir, özü maraq tapır ki, o necə oynayır. Yəni 5 dənə şahmat müəllimi gəzərək qonşunun uşağı yenə də dediyimiz kimi uşaq bütün hər şeylə birincisi maraqlanmalıdır. Biz maraqlanması üçün şərait yaratmalıyıq ki, tanısın. Şahmatı da tanısın, musiqini də tanısın, rəqsi də tanısın və bütün müxtəlif riyaziyyatı da tanısın. Amma sonra özü nəyə daha çox marağı varsa onu aşkar etməliyik.
İzləyicimizdən də sual var, dinləyicimizdən. Sizcə valideyn və müəllimlər uşaqlardakı gizli bacarıqları hansı üsulla daha tez və düzgün şəkildə kəşf edə bilərlər? Mən düşünürəm ki, bu ən yaxşısı daha çox şey görmək. Məsələn, Görməyi bacarmaq. Biz bəzən baxırıq, bunu görürük. Amma bunun həqiqətən nə olduğunu qəvrəyə bilmirik, anlaya bilmirik. Orada bizdə problem olur. Biz görürük, uşaq hərəkətlədir, axtarır, yığır, yığışdırır, nə isə götürür, tapır, kəşf edir, sökür, yığır. Bizim orada gördüyümüz uşağın onu sökdüyüdür. qırdı. Yenə oyuncaq aldıq 2 gündən qırdı. Bəli, baxmırıq ki, bu uşaq bunu niyə qırdı? Nədir marağı? Bəlkə onu yığmaq istəyirdi. Aparıb atırıq. Niyə? Onunla birlikdə düzəltməyə çalışaq. Həll yönümlü olmalıyıq, problem yönümlü yox. Daha çox onda siz deyirsiniz ki, valideynlər maraqlanmalı, öyrənməlidirlər, uşaqlarını tanımalılar. Bəli. Mən də başqa şey deyirdim. Mən də deyirəm ki, valideynlər həm də uşaqları fərqli istiqamətlərin hamısında yoxlamalıdırlar. Mən demirəm, aparın məcbur eləyin. Qoyun uşağınız idmandan, heç olmasa 2 idman növünə aparın qoyun. Qoy yarımçıq qalsın, məcbur eləməyin. Deməyin ki, yox bunu axıra qədər öyrənməlisən, mütləq judoda qara kəmər almalısan. Qoy judoda sarı kəmər alsın. Sonra özü desin ki, mən yoruldum. Sən başa düşəsən ki, bu uşağın kinestetik şeyi yoxdur. İntellekti yoxdur. Bunun yəni idman istedadı yoxdur. Bunu ora qoymayaq. Amma apar rəqsə də qoy. Məsələn, musiqiyə də qoy, pianoya da qoy. Bəli, şahmata da qoy. Nə varsa hamısına qoyulmalıdır. Hamısından bir ay, 2 ay, 3 ay istedad çıxsın ortaya. Mən böyük övladımı judoya qoydum. Bir hardasa 1 il ərzində getdi. Və 1 ilin sonunda özü bildirdi ki, bu orada nəsə məna tapa bilmədi və təmas sevmədi yəni. Amma məsəl üçün basketbol kimi komanda oyunlarını sevir, üzgüçülük kimi tək özünün belə deyək də üzərək istifadə etdiyi. Yəni mən baxdım ki, bu uşaq belə deyək də dava, konflikt və onları sevmir. Yəni bu daha çox bir komanda halında oynanıla bilən oyunlara önəm verir. Yəni amma məsələn biz orada nə nə hiss elədik. Gördük ki, o məsələn mübarizə üçün onun maraqlı deyil. Oyunun prosesinin özü maraqlıdır. Məsələn üzür ona xoş gəlir deyə üzür. Yoxsa mən qalib olmalıyam. Demək ki, bu uşağın istedadı yoxdur idman sahəsində. Sadəcə sevməlidir. Bəli, bu önəmlidir. Məcburiyyət olmamalıdır. 9-cu sinifə çatanda bizdə nə məsələdir daha çox? Köklənirik ki, universitetə hazırlaşmalıdır. İxtisasın bu olacaq, bu üzrə hazırlaşırsan, bu qrupa hazırlaşacaqsan, bu müəllimlərə gedəcəksən. Amma bir dönüb soruşan yoxdur ki, abala, sən nə olmaq istəyirsən? Artıq özün öz qərarını verməlisən, yolunu çəkməlisən. Sən hansı sahəyə getmək istəyirsən? Marağın nəyədir? Bunu soruşan yoxdur. Bizim ən böyük bədbəxtçiliyimiz burdadır. Biz məktəb dönəmindən danışdıq. Bir yeniyetmələrə aid də efirimizdə sona çatır. Onunla da bağlı bir-iki fikir bildirək ki, o yeniyetmə övladları olan valideynlərə də istiqamət vermiş olaq. Mən özümdən danışım ki, yeniyetmə övladlarıma özlərinin gizli və açıq, güclü və zəif tərəflərini kəşf etmələrini öyrətməyə çalışıram ki, özü kəşf etsin. Onda nə gözəl alınır və nəyə görə gözəl alınır? Bayaq bir valideyn də sual verdi ki, valideyn necə bilməlidir? Mən ana necə bilməlidir ona cavab verə bilərəm. Bir ana uşağında bilir ki, onun gözü nəyə parıldayır. O nəyə edəndə xoşbəxt olur. Bəli. Yəni bunu izləyərək uşağında o gözünün parıltısını nəyə həvəslə gedir? Yenə də deyirəm, hansısa kurs var, oran pianoya məcbur daşıyırsan, görürsən ki, o uşağın həvəsi yoxdur da. Hansısa kursu, məsələn, biologiya fənnini maraqla gözləyir. Kitabdan savayıb başqa da ədəbiyyat axtarıb tapıb oxumağa marağı var və gözü parıldayır bununla məşğul olarkən. Buna fikir vermək lazımdır. Yəni biz düşünürəm ki, artıq yeniyetmə yaşında uşaqlara bir hədəf qoyuruq. Universitetə gir. Nə olursa olsun universitetə gir. Amma hansı sahəyə getmə, hansı sahə onu xoşbəxt edər və özü nə istəyir? Bax bu marağı da tapmaq lazımdır. Biz keçən verilişlərimizin birində qeyd etmişdik, istedad hər kəsdə var, amma o istedadın davamlı qalıcı olmağı üçün mütləq disiplin lazımdır. Bəli, disiplin önəmlidir hər nöqtədə. Əgər o davamlılıq yoxdursa, əgər o uşaq
yəni belə deyim də, siz ona şərait yaratdınız, gördünüz marağı var, hansısa bacarı şeyə. Məsələn, nəyəsə marağı var. Riyaziyyata, biologiya, idmana, musiqiyə və s. Amma məsələn ondadır ki, siz o marağı görəndən sonra onu artıq davamlılığı təmin etməlisiniz. Yox, o davamlılıq olmayacaqsa, o bir müddətdən sonra yenə yarımçıq qalacaq. Bu hər şeydə elə olacaq ki, möhkəmləndirmə prosesini aparmaq lazımdır. Tutalım, bugün buna getdi, sabah ona getdi. Əgər hər şeydən artıq bu uşaq tez bezirsə, bu onun bütün həyatında belə olacaq. İşlədiyi işdə də belə olacaq, geyimlərində də belə olacaq, getdiyi yerlərdə də belə olacaq. Hər yerdə tez bezən bir şəxsə çevriləcək və bu artıq onun həyat şəraitini daha da çətinləşdirməyə başlayacaq. Biz valideynlər oranı qarışdırırlar da, onu tuta bilmirlər ki, hansında bezir, hansında həqiqətən də istəmir. Yəni onu tuta bilmirlər. Ona görə burada məsələn tutaq ki, idmana qoyur, məsələn müəllimi tutaq ki, məsəl üçün də biraz sərt davranır uşaqla. Uşaq bu sərtliyə məsələn o sərtliyi istəmir, yoxsa idmanı istəyir. Biz onu seçə bilmirik. Yəni uşaq idmanı mı istəmir, yoxsa o sərtliyi mi istəmir? Bəli, müəllimin sevdirə bilməmək məsələsi ki, bu da müəllimin peşə bacarığı ilə əlaqəlidir. Bu görsüz adi bir şey. Uşaq marağı var idmana, amma doğru orada pedaqoji şey yoxdur deyə, mühit yoxdur deyə uşaq oradan soyuyur. Yəni bu nümunələrlə çox rast gəlir. Son olaraq nə demək istəyirsiniz? Bir də onu dinləyək. Allah Məsmə xanım, buyurun. Əslində hər uşaq yenə deyirik fərqlidir. Biz uşaqlarımızı heç kəslə müqayisə etməməliyik. Heç kəslə müqayisə edib qiymətləndirməməliyik. Biz onları onların özləri ilə müqayisə etməliyik. Bir il öncəki, bir ay öncəki, bir gün öncəki özləri ilə müqayisə edib nəticəni verməliyik. Heç bir halda onlar bizim robotumuz deyil. O sərbəstliklərini verməyimiz lazımdır və ən əsası onları həqiqətən də tanımaq lazımdır. Hər şey bahalı oyuncaq, bahalı geyim, maddi cəhətdən təmin etməklə deyil. Mənəvi boşluq varsa onu heç bir maddiyyat doldura bilməz və yeniyetməlik dövründə o mənəvi boşluqlar bütün problemlərlə üzərimizə qayıdır. Əziz valideynlər, unutmayaq ki, istedad uşaqda bir parıltı kimidir. Onu yandıran da biz böyüklərik və bəzən sönməsinə də yalnız biz böyüklər səbəb ola bilirik. Uşaqlarımızı mütləq bir sahədə irəli getməlidir deyə sıxmadan onların kiçik maraqlarını, oyunlarını, suallarını müşahidə etməklə biz böyük bacarıqlarının qapısını aça bilərik. Hər uşaq öz ritmində açılır. Kimisi rəngdə, kimisi səsdə, kimisi hərəkətdə, kimisi isə sualda çiçəklənir. Bizim vəzifəmiz uşağın içindəki işığı böyütməkdir, onu öz yolunda parlatmaqdır. Növbəti proqrama qədər sağ olun.